İndi isə daha ətraflı. Azərbaycanın ənənəvi mədəniyyət və ayinlərini yaşatmaq məqsədi ilə Urmiya Universitetində tələbələrin professor-müəllim heyətinin Azərbaycan mədəniyyəti ilə maraqlananların iştirakı ilə Novruz bayramı üçün xüsusi proqram keçirilib. Bu mərasimdə fırlanma, bulaqdan su gətirmək, şeir söyləmək və başqa ənənəvi tamaşalar nümayiş etdirilib. Bu proqramlar qədim ayinlərin canlandırılması və mədəni dəyərlərin gənc nəslə ötürülməsi məqsədi ilə həyata keçirilib. Azərbaycan xanəndələri də ənənəvi aşıq alətinin füsunkar sədalarının müşayiəti ilə baharı və Novruzu vəsf edən gözəl şeirlər səsləndirərək mərasimə xüsusi ab-hava verib və bu tamaşaçılar tərəfindən coşğu ilə qarşılanıb. Daha sonra Azərbaycan Türk ədəbiyyatı professoru cənab Sobtil Novruz və baharda Azərbaycan xalqının ayin və adət ənənələri haqqında çıxış edərək bu mədəni irsin qorunub saxlanılmasının və yaşadılmasının vacibliyini vurğulayıb. İran prezidenti Məsud Pezeşkiyan dövlət mərasimində bir daha Ustad Şəhriyarın türkçə şeirini oxuyub. Mige Heydər baba. Kəndin günü batanda. Güney Azərbaycan vətəndaşları hesab edirlər ki, bu işlər təqdirə layiqdir və müəyyən mənada bəzi tabuların aradan qaldırılmasında müsbət addımdır. Amma unutmaq olmaz ki, İranda məzlum xalqların şeir oxumaqla həlli mümkün olmayan fundamental problemləri var. Məsud Pezeşkiyan bilməlidir ki, İranda məzlum xalqların ona olan etimadı sonsuz deyil. İqtisadi, mədəni, siyasi problemlər və ayrı seçkilik, demokratik azadlıqlar kimi məsələlər İranda məzlum xalqların əsas tələblərindəndir ki, bu da şeir oxumaqla həll edilə bilməz. Ölkədə hakimiyyət və sərvətin ədalətli bölüşdürülməsi, ana dilində təhsil, ekoloji məsələlərə, o cümlədən Urmu gölünə xüsusi diqqət yetirilməsi kimi məsələlər ölkə vətəndaşlarının əksəriyyətinin təməl tələblərindəndir və yerinə yetirilməsə, çatlar və gərginlik daha da dərinləşəcək. Atom enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Grossi İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedib. İranın Xarici İşlər Naziri Abbas Arakçı 16 aprel tarixində Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi ilə görüşüb və bu görüş zamanı müzakirələr aparılıb. Arakçı sosial şəbəkə X hesabında bildirib ki, MAGATE-nin direktoru Grossi ilə səmərəli söhbət olub və yaxın gələcəkdə agentlik İranın nüvə məsələsinin sülh yolu ilə həllində aşar rol oynaya bilər. Grossi da X hesabında Arakçı ilə görüşünün mühüm olduğunu yazıb. MAGATE ilə əməkdaşlıq İranın nüvə proqramının sülh xarakter daşıdığına dair etibarlı təminatlar verilməsi üçün zəruridir. Xüsusilə diplomatların son dərəcə vacib olduğu bir dövrdə. 2023-cü ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilən məşhur reper Əmir Hüseyn Məqsudlu barədə edam qərarı verilib. Reper əxlaqsızlığı təşviq etməkdə, Peyğəmbəri və İslam müqəddəslərini təhqir etməkdə günahlandırılıb. Əskər Cahangirinin sözlərinə görə Əmir Hüseyn Məqsudlu barəsində çıxarılan hökmlə bağlı apellyasiya şikayəti verib və işinə ali məhkəmədə baxılır. Qeyd edək ki, bundan əvvəl qeyd olunan ittihamlara görə müğənni barəsində 10 il həbs qərarı çıxarılmışdı və o, hazırda Tehran həbsxanasında həbs cəzasını çəkir. Amerika Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edən Çin, Malayziya və Taylanda məxsus yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib. Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi xəbər verir ki, ümumilikdə 7 şirkət sanksiya siyahısına daxil edilib. Onların arasında Hong Kong, Panama, Marshall Adaları Respublikasından olan hüquqi şəxslər də var idi. Bundan əlavə 5 neft daşıyan gəmi də sanksiyalara məruz qalıb. Bu aprelin 19-una planlaşdırılan Amerika və İran arasında ikinci məsləhətləşmələr ərəfəsində baş verib.